Yay aylarında ölkənin şimal bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti meyvəçiliyə də ciddi zərər vurub. Bölgənin əsas meyvəçilik rayonlarından olan Xaçmazda taxılçılıqla yanaşı gilas bağları da güclü və uzun müddətli yağıntılardan əziyyət çəkib. Rayonun ən çox meyvə yetişdirilən ərazilərindən olan Pirqulova və Qoçaq qazma kəndlərində də bu il gilas məhsulu fermerlərin ümidlərini doğrultmayıb. Bağlara il boyu böyük xərc çəkən kəndlilər məhsul yığımı zamanı yağışların ağır nəticələri ilə üz-üzə qalıblar. Bu il yağıntının normadan 5-10 dəfə artıq olması həm məhsulun keyfiyyətini aşağı salıb, həm də çəkilən xərclərin geri qayıtmasına imkan verməyib. Gilas ağac üzərində çürüyüb, bazara çıxarılan tonlarla məhsul isə yolda xarab olub. Satmışıq elə bir ki, 1 hektardan 100 kilo deyil. Yəni 1000 manatdan mal satmamışıq. 10 min, 15 min, 20 min arası, 25 min belə olurdu. Elə bir ki, onun 10% belə olmadı. Demək olar ki, hər yerdə belədir. Bəlkə də ola bilsin, bəzi yerlərdə ola bilər yaxşıdır. Amma bu zonalarda demək olar ki, çürümə çox olur. Fermer deyir ki, Rusiya bazarına məhsul göndərən sahibkarlar da ciddi zərərə düşüblər. Xərc çox çəkilib, həddən artıq. Yəni agrotexnika, sonra dərmanlar, traktor, hamısı. Yəni biz qalsın, siz necədir? Meyvə olan meyvə də yığıldı kasetlərə, xarici bazarlara getmək üçün iş adamları hamısı demək olar ki, ona atdı. Bu dəqiqə hal-hazırda 2 manat, 1.50, 2 manat 50 köpük arası meyvə satılır, amma kiloqramı? Bəli. Əvvəl olub 7 manat, 8 manat, o 7 manat, 8 manat alan iş adamları da hamısı aparıb elə bir ki, bu dəqiqə hal-hazırdakı olduğu qiymətlə Rusiyada atıb. Yəni sata bilməyib. Niyə? Səbəb? Çürüyüb orada. Pirqulova kəndinin digər sakini Kamran Çobanov da bu ilki mövsümün onlar üçün uğursuz keçdiyini deyir. Onun sözlərinə görə həm məhsul məhv olub, həm də çəkilən bütün xərclər boşa çıxıb. Mən bir sahibkar olaraq, bağ sahibi olaraq bildiyimiz, gördüyümüz bu meyvə bağından demək olar ki, meyvə yığıb sata bilməm. Yəni ki, bir şey ki, gilas yığan işçinin zəhmət haqqını ödəyə bilməm. Hektardan götürən vaxt olub da indi 15-20 min arası. Ya indi? İndi xeyr, indi heç nə. 300 manat. Nə dərman pullarını ödəyə bildik, nə özümüzün çəkdiyi zəhmətini dəyərləndirə bildik, nə verdiyimiz gübrələr, nə bilim, su pulları, yəni çəkdiyimiz əziyyət sıfır bu il. Məsələ ilə bağlı Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Altay Hacəliyev bildirib ki, rayonda 1651 hektar intensiv olmaqla ümumilikdə 5689 hektar meyvə bağı mövcuddur. Onun sözlərinə görə uzun müddətli yağışlar həm Rusiya bazarına məhsul ixrac edən sahibkarlara, həm də daxili bazar üçün istehsal edən fermerlərə ciddi ziyan vurub. Qurum rəsmisi əlavə edib ki, hazırda məhsul yığımı davam etdiyindən ötən illə müqayisədə dəqiq statistika açıqlamaq mümkün deyil. Yekun rəqəmlər yığım mövsümü başa çatdıqdan sonra məlum olacaq. Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim Media, Şimal Bürosu.